Salam, vaxtınız xeyir olsun. Bütün müdavimlər, müəllim adı uğrunda mübarizə aparan hər bir müəllimə, hər bir müdavimə uğur arzu edirəm. Bugün də sertifikasiya sınağı ilə qarşınızdayım. 10 suallıq sınaqdır. Mən sizin yazdığınız şərhlərdən, izləmə sayından təhlil edirəm özüm üçün və baxıram ki, sual sayı çox olanda bu sizə biraz yorucu gəlir. O baxımdan çalışıram ki, az sual qoyum və geniş izah verim ki, bu sizə imtahanda kömək olsun. İmtahana hazırlaşan iş yoldaşınız varsa, yaxınınız varsa, kanalın linkini göndərməklə həm ona dəstək olursunuz, müəyyən qədər nəsə məlumat əldə edir, izah əldə edir, həm də mənə dəstək olursunuz, zəhmətimə dəyər verirsiniz. Bunun üçün də kanalın linkini paylaşan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Bugün də 10 suallıqdır. Bugün artıq sizə çalışmışam ki, sonuncu bölmələrdən sualları salım, izah edeyim ki, imtahana da bilirsiniz ki, sonuncu bölmələrdən sual sayı daha çox düşür. Deməli, gəlin baxaq birinci suala. Birinci sualda deyir ki, yanlış olanı seç. Mütləq ki, birinci növbədə biz şərtə fikir verməliyik ki, cavabın, çünki düzgün oxunmuş şərt sualın 50%-nin cavaba doğru istiqamətini müəyyən edir. Və bir də demək deyir ki, gündəlik planlama zamanı, ümumiyyətlə gündəlik planlama hazırlayarkən perspektiv planlamada qeyd edilən alt standartlardan istifadə olunur. Burada yanlış fikir varmı? Xeyr. Çünki biz icmal yazarkən təbii ki, baxırıq ki, bugün bizim alt standartımız nədir? Birinci onu qeyd edirik, standartı. Bu metodik vəsaitdən də baxa bilərik, illik planlaşdırmadan da baxa bilərik, fərq yoxdur. Amma yəni bu səhv fikir deyil. Biz standartı yazırıq, qeyd edirik təbii ki, oradan nəticə çıxardırıq. Bunu şagirdə də elan edirik və özümüz də bu bizə əyan olur. Daha sonra ona uyğun qiymətləndirməmizi, fəaliyyətimizi təşkil edirik. Yəni A variantında heç bir şey səhv fikir yoxdur ümumiyyətlə. B-də deyir ki, qrup işlərində qiymətləndirmə zamanı rubrikdən istifadə eləmək bu prosesini obyektiv qorumağa xidmət edir. Rubriklər bilirsiniz də, bələdçidir, istiqamət verir müəllimə. Rubrik nədir? Rubrikin göstəriciləri vardır da. Yəni, meyarların düzgün təşkil olunmasından gedir burada söhbət. Biz düzgün meyar təşkil eləyəndə, şagirdlər də, bunu elan eləyəndə, şagirdlər də bilir ki, qrup işində müəllim hansı meyarlardan istifadə edib onu qiymətləndirir. Məsələn, mən şagirdlərə elan edirəm ki, uşaqlar, bugünkü meyarlarımız bir-birinizi dinləmə, sonra müzakirə zamanı bir-birinizin fikrinə hörmətlə yanaşma, bax, bir-birinizin sözünü kəsmək demirəm. Çünki bilirsiniz ki, qaydaları qoyarkən məişə keçisindən istifadə eləmək düzgün deyil. Onda uşaqlar, bir növ negativ enerji var o sözdə. Məsələn, biraz haşiyədən kənar çıxım. Gözləntilər də qoyanda, məsələn, deyirəm ki, təhlükəsizlik qaydalarına riayət eləmək lazımdır. Bunu biraz da açıqlasam, deyərəm ki, məsələn, koridorlarda, dəhlizlərdə qaçmayın. Qaçmayın demirik, məişə keçisindən çalışdığımız qədər istifadə etməməliyik. Bu uğurlu bir yanaşma deyil. Məsələn, deməliyik ki, koridorlarda yavaş yeriyin. Yəni, inkar cümlələrində yox, təsdiq cümlələrində işləndə daha yaxşı şagirdlər tərəfindən qəbul olunur və riayət olunur. Bəli, bu B variantı da düzgün fikirdir. Düzgün meyar olanda qiymətləndirmədə obyektiv olur. C variantı. Dərsin təlim nəticəsinin şagirdlərə təqdim edilməsi, onların mövcud bilik və bacarıqla aktuallaşdırmasına imkan verir. Ümumiyyətlə, biz bunu hər dəfə vurğulayıram ki, dərs təşkil edən zaman biz dərsə girəndə alt standartdan çıxan təlim nəticəsini, yəni ay şagirdlərim, ay uşaqlar, bugün biz bu nəticəyə nail olmalıyıq. 45 dəqiqə boşuna keçməməlidir. Bunu əvvəlcədən uşağa bildirmək lazımdır. Şagirdə bildirmək lazımdır ki, şagird də işin nə görəcəyi, nə əldə edəcəyini əvvəlcədən bilsin. Bir də meyarları şagirdlərə bildirmək lazımdır, qiymətləndirmə meyarları. Niyə? Çünki meyarda, yəni mən nəticəni elan etdim, buna nail olmalıyıq və sizi nə üzrə qiymətləndirəcəm? Bunu da şagirdə demək lazımdır. Burada C də düzdür. Deməli, baxdıq ki, A da düzdür, B də düzdür, C də düzdür, gəlirik aşağı doğru. Tədris zamanı differensiyanı təmin etmək sinifdə sağlam mənəvi psixoloji mühitin formalaşmasına təsir edir. Doğrudan da belədir. Differensiallaşma bilirsiniz də şəxsiyyətə yönəlmiş bir təlimdir. Hər kəsə individual yanaşmadır. Yəni, hər kəsin
xüsusiyyətlərini nəzərə almaqdır. Tədrisi də o istiqamətdə qurmaqdır. Mən tədrisi diferensiallaşmanı təmin etmək üçün ilk növbədə nə edirdim? Bir dənə xatırlatma eləyək. Təbii ki, diaqnostik qiymətləndirmə keçirdirdim. Şagirdlərimi tanıyırdım hər tərəfli. Ondan sonra hər bir şagirdə diferensial yanaşırdım. Və diferensial yanaşmaq şagirdi şəxsiyyət kimi yanaşmaqdır. Əgər mən sinifdə şagirdi şəxsiyyət olaraq qəbul edirəmsə, deməli sinifdə sağlam psixoloji mühit var. O zaman sağlam psixoloji mühit olmaz ki, orada müəllim avtoritar olar, avtoritar üslub qurar və şagirdə deyər ki, mən nə deyirəmsə o olacaq. Şagirdin maraqlarını, potensialını, mövqeyini, tələbatını nəzərə almaz. Ancaq öz əmrləri sayəsində sinif idarə etməyə çalışar. Orada sağlam psixoloji mühit olarmı? Təbii ki, olmaz. Çünki orada şagird subyekt kimi yox, artıq obyekt olacaq. Yəni, müəllim şagirdə şəxsiyyət kimi yanaşmayacaq. Amma burada deyir ki, diferensiyanı təmin etmək, bəli, diferensial yanaşma hər kəsə özünə məxsus yanaşanda şagird də psixoloji gərginlikdə olmur, orada səmərəli öyrənmə mühiti olur. Şagird də bilir ki, müəllim ona belə deyək də özü kimi yanaşır və bu da şagirdin sinifin bir parçası olmasına, önəmli bir parçası olmasına gətirib çıxardır, özünə inamı yüksəldir və səmərəli təlim mühiti orada qurula bilir. D variantı da səhvdir. Deməli, nə varsa Y variantındadır. Gəlin baxaq. Alt standartda nəzərdə tutulan bilik və bacarıqlara yiyələnmək, onları şagirdlərə təqdim etmək zərurəti yaradır. Ümumiyyətlə, alt standart müəllimin təhsil verən və təhsil alan qarşısına qoyduğu dövlət tələbidir. Müəllim onu, deməli, alt standartda nəzərdə tutulan bilik və bacarıqlara yiyələnmək, onları şagirdlərə təqdim etmək zərurəti yaradır. Ümumiyyətlə, alt standarta müəllim yiyələnmir. Bunu şagirdə mənimsətmək lazımdır. Müəllim mənimsədir, şagird öyrənir. Amma burada deyir ki, müəllim öyrənməlidir. Siz necə deyir? Alt standartda nəzərdə tutulan bilik və bacarıqlara yiyələnmək, onları şagirdlərə təqdim etmək zərurəti yaradır. Yəni, zərurət əslində buradan başlamır. Sadəcə olaraq şagird məktəbə gəlirsə, bilik və bacarıqlara yiyələnməlidir. Bu alt standart belədir deyə deyil bu. Sadəcə olaraq şagirdin vəzifəsidir ki, bilik və bacarığa yiyələnsin. Çünki deyirik ki, baxın, alt standart dövlətin təhsil alan və təhsil verən qarşısına qoyduğu minimal tələbdir. Yəni, müəllim bunu mənimsətməlidir, şagird mənimsəməlidir. Dövlət belə bir tələb qoyub da bizim qarşımıza. Ona görə də burada ən düzgün variant Y variantıdır. Yəni, bu alt standart bunu tələb edir deyə yox. Dövlət bunu tələb edir deyə biz onu mənimsətməliyik şagirdə. Şagirdin vəzifəsidir ki, məktəbə gəlirsə dərsə yiyələnsin. Yəni, alt standartda bilik və bacarıq var deyə bunu şagirdə öyrətmirik. Bu, şagirdin vəzifəsi olduğuna görə. Yəni, məktəbə gələn hər bir uşaq oxumalıdır. Bu kitabda var deyə yox. Məqsəd odur ki, öyrənmək. Məqsəd odur ki, öyrətmək. Bax, o baxımdan Y variantının tələbi düzgün qoyulmayıb. Necə olsaydı düz olardı? Məsələn, desəydi ki, şagird bilik və bacarıqlara yiyələnməli olduğu üçün alt standartın bilik və bacarığına yiyələnməlidir. Belə olsa düz olardı. Amma alt standartda bu var deyə şagirdə bunu təqdim etmək zərurəti yaranmır axı. Şagirdin öhdəçiliyidir ki, onu öyrənsin. O baxımdan. İkinci sual. Deməli, burada Y variantı. İkinci sual. Müəllim şagirdlərin bəzi duyğuları anlaya bilmələri, başqalarının fikirlərinə hörmət etmək, dözümlülük. Dözümlülüyün biz digər adı sinonim kimi nə götürürdük? Tolerantlıq, sağ olun. Dözümlülük nümayiş etdirmək kimi xüsusiyyətləri inkişaf etdirmək istəyir. Bunun üçün yarışda arzuladığı nəticəni əldə edə bilməyən bir şagirdin hekayəsini şagirdlərə nəql edir. Daha sonra şagirdlərdən özlərini hekayə haqqında bəhs edilən şagirdlə eyni vəziyyətdə olsa nə hiss edəcəklərini, necə davranacaqlarını bölüşməklərini istəyir. Deyir ki, özünüzü uğur qazana bilməyən şagirdin yerinə qoyun. Yəni, empatiya hissi formalaşdırmağa çalışır da müəllim. Situasiya ilə bağlı hansı fikir yanlış hesab edilə bilər? A-da deyir ki, müəllimin yanaşması onun fasilitator kimi şagirdlərini tanıması haqqında aydın təsəvvür yaradır. Təbii ki, müəllim görəcək ki, şagird əgər başqasının yerinə özünü qoya bilirsə, deməli, şagirddə empatiya hissi var, şagird humanist davrana bilir, şagird başqalarının deyir ki, insan odur ki,
Əsl insan odur ki, başqasının da ağrısını, acısını hiss eləsin. Bax, burada da müəllim onu formalaşdırmağa çalışır. Bir şəxsiyyət yetişdirməyə çalışır. Ona görə də müəllim fasilitatorluq edir də, düzgün yanaşır əslində. Fasilitator nədir? Müvəqqəti yardımdır, nərdivandır, bələdçidir, istiqamət verəndir, düzgün yönləndirəndir. Müəllim şagirdini tanımaq istəyir ki, belə bir situasiyada şagirdim necə davranır? A variantı düzdür. Bizdən yanlış olanı istəyir. Müəllim bununla şagirdlər arasında qısnama hallarının baş verməsinin qarşısını ala bilər. Ümumiyyətlə, qısnama o zaman baş verir ki, şagirdin burada güc faktoru var. Bir də davamlı olaraq digərlərini təzyiq altına qoya bilər. Məsələn, əgər şagird hər hansı bir imtahanda uğur qazanmayanda, digər şagirdlər onu, belə deyək də, gülüş obyektinə çevirə bilər, onunla yersiz zarafat eləyə bilər, davamlı olaraq onu tənqid etməyə çalışar. Ki, sən uğurlu deyilsən, sən heç nə bacarmırsan. Təbii ki, bunun qarşısını ala bilər müəllim. Bunun üçün də empatiya hissi mütləqdir. Əgər sən qarşıdakı insanın yerinə özünü qoya bilmirsənsə, ona qarşı zorakılıq hallarını gücləndirə bilərsən. Amma yox, onun keçirdiyi acını, ağrını, üzüntünü hiss eləyə bilirsənsə, onun üçün, belə deyirsən də, belə deyək ki, onun hisslərinə hörmət eləyə bilirsənsə, deməli, sən ona qarşı heç vaxt qısnama, bullying halı yaratmayacaqsan. Yəni, onu təzyiq altında, şiddət altında qoymayacaqsan. Müəllim də buna çalışır ki, qısnama hallarının qarşısını alsın. Bu da düzgün variantdır. Müəllimin bu yanaşması şagirdlərin qarşılaşdıqları çətinliklər zamanı emosional sabitlik nümayiş etdirməsinə təsir edir. Yəni, belə bir halla qarşılaşsa, siz nə edərsiniz? Bu zaman müəllim elə bir ki, biri var ki, bir şey sənin öz başına gələr, bir də var digərinin başına gələr, sən ondan nəticə çıxardasan. Yəni, müəllim həyatda şagirdlər üçün nəticə çıxartmaq qabiliyyətini və yaxud da həmin şey onların başına gələrsə, artıq hisslərini düzgün idarə etmək qabiliyyətini formalaşdırmağa çalışır. Bu da düzgündür. Müəllimin bu fəaliyyəti şagirdlərin təfəkkürünü inkişaf etdirməyə hədəfləyir. Təbii ki, bu problem həll etmə yaradıcı təfəkkürdür və yaxud da düşdüyü problemdən çıxmaq, çeviklik göstərmə, tənqidi təfəkkürdür. Ardıcılıqla həll etmə varsa, sadə problem həlli məntiqi təfəkkürdür. Yəni, problem həll etmə varsa, təfəkkürünü inkişaf etdirməyə. Bu da düzgün variantdır. Müəllimin şagirdə obyekt kimi yanaşması onun müstəqil öyrənmə yolunda maneə törədə bilər. Əslində, burada müəllim şagirdə obyekt kimi yanaşmır. Əksinə, subyekt kimi yanaşır, şəxsiyyət kimi yanaşıb, onda empatiya hissi formalaşdırmağa çalışır. Ona görə düzgün variant yeyidir. Üçüncü suala baxırıq. Bizdən deyir ki, yanlış olanı tap. Yanlış situasiyanı tapacaq yəqin ki, baxaq. Müəllim sinifdə şagirdlərin özlərini istifadə edə biləcəkləri mühit yaradır. Nəticədə şagirdlər rahatlıqla onları narahat edən məqamlarla bağlı birlikdə müzakirə təşkil edə, təcrübələrini bölüşə bilirlər. Beləliklə, müəllimin şagirdlərin problem və çətinliklərini həll edəcəklərinə dair düzgün istiqamət verməsi mümkün olur. Burada baxırıq ki, heç böyük yanlış situasiya yoxdur. Müəllim şagirdlərin problemləri üçün imkan yaradır, birlikdə müzakirəni təşkil edir, təcrübələrini bir-birinə bölüşürlər və gələcəkdə problem həll etmələrinə kömək olacaq. A variantı düzdür. B-də deyir ki, müəllim bir akademik saatın sonunda şagirdlərin bilik və bacarıqlara yiyələnməsi üçün uyğun fəaliyyətlər seçir. Bu zaman şagirdlərin maraq dairəsini nəzərə almaqla yanaşı, dərsin planlaşmasının çevik olmasına da diqqət edir ki, şagirdlərin dərsdə aktivliyinə görə lazımlı düzəlişlər edə bilsinlər. Bu da düzdür. Yəni, burada da müəllim düzgün istiqamət verir və şagirdlər o problemi aradan qaldırmağa çalışırlar. Çevik davranırlar, aktiv olurlar dərsdə, səmərəli bir təlim mühiti qurulur. Düzdür. Müəllim bəzi şagirdlərin nə zaman köməyə ehtiyacı olduğunu anlamaqda çətinlik çəkdiklərini müəyyən edir. Bunu nəzərə alaraq bütün şagirdlərin fəaliyyətini davamlı olaraq izləyir, lazımi məqamda müdaxilə edərək onlara məqsədə uyğun istiqamət verir. Müəllim görür ki, şagirdlərin çətinlikləri var. Müəllim onları nəzərdən qoymur, müşahidə edir və lazımi məqamda o çətinlikləri aradan qaldırmağa çalışır. Bu da düzdür. Müəllim şagirdlərlə sual-cavab sessiyası təşkil edir. Bütün şagirdləri prosesə cəlb etmək üçün onlara gözləmə vaxtı verir. Suallara yanlış cavab verməkdən yayınmalarını təmin etmək üçün onlara aydın təlimatlar verir. Yəni, müəllim demir ki, sən niyə bu suala səhv cavab verdin və yaxud da niyə sualı səhv oxudun, diqqətli olmadı, belə bir sual vermir. Sadəcə deyir ki, düşünmə və gözləmə vaxtı verir ki, hər kəs o sualın cavabını dərk eləsin, anlasın ki,
biri tez cavab verəndə digəri ruhdan düşməsin. Bu da düzdür. Müəllim şagirdə layihə işi verdikdə hazır model üzərində prosesin vacib olan hər bir addımını onlara nümayiş etdirir. Layihənin tez bir zamanda yekunlaşmasını təmin etmək üçün şagirdlər layihə işinin icrası zamanı qarşılaşıb hər bir problemi həll etməklə bağlı təlimat verir. Əvvəla müəllim onlara hazır model üzərində tapşırıqlar verir. Amma görürsünüz nə edir? Məqsədi müəllimin nədir? Layihə tez bir zamanda yekunlaşsın. Məqsəd bu olmalı deyil. Məqsəd nə olmalıdır? Layihəni belə deyək də yekunlaşdıraq, amma tələsik yox və yaxud da hər bir problemlə qarşılaşanda müəllim düzdür, nəzarət eləməlidir, amma dəqiqə bir kömək etməməlidir. Sonra hazır model üzərində olmamalıdır. Müəllim çalışmalıdır ki, şagirdlərin də özlərinin orada istəyi olsun, bir model seçmək istəyi, bir problem, bir layihə seçmək istəyi olsun. Yəni bunu hazır verim, bunun üstünə iş aparım, tezliklə işi yekunlaşdırım. Bu nailiyyət olacaqmı? Xeyr. Elə bir ki, müəllimə hər hansı bir iş tapşırılır ki, şagirdləri layihəyə keçir. Müəllim də tez keçirdi ki, işini asanlaşdırsın. Hə, layihə yekunlaşsın, deyim ki, mən layihəyə keçirdim. Amma onun uşağa bir təsiri olacaq, müsbət bir xeyir olmayacaq. Ona görə də burada Y variantı yanlış yanaşmadır. 4-cü sual. Təbiət dərsinə müəllim şagirdlərə günəş sistemi ilə bağlı qrup işi tapşırır. Qruplar fəaliyyətə başlayan zaman dərsə gecikmiş şagird sinifə daxil olur. Deməli, müəllim işini başlayıb, qruplar fəaliyyətə keçir, amma şagirdin biri dərsə gecikir. Müəllim şagirdin anındaca dərs prosesinə cəlb olunması üçün ona fərdi tapşırıqlar və təlimatlar verir. Prosesin sonunda onu da işin təqdim etməsinə şərait yaradır. Əslində, qrup işi varsa, müəllim niyə uşağı prosesdən kənar tutur? Ona görə ki, o gecikib. Əslində, necə olmalıdır? Biz bunu şagird dərsə gecikəndə prosedurunu xatırlayaq. Şagird də dərsə sakitcə keçib, oturub fəaliyyətə qoşulmalı idi. Digər uşaqlardan kənarda qalmamalı idi. Müəllim də digər uşaqlarla bərabər onun da təlimə cəlb olmasına imkan yaratmalıdır. Amma müəllim nə edir? Ona fərdi tapşırıq verir, sonradan qrupların fəaliyyətinə qoşur. Belə olmamalıdır. Şagird o qrupun bir fərdidir və həmin işdə iştirak eləməlidir. Ona görə burada nə görsənir? Görünür ki, müəllim şagird üçün bərabər imkanlar yaratmır. Hansı cavab da var? Təbii ki, bu Y variantındadır. 5-ci sual. Uyğunluğu müəyyən et. Müəllim sinifə gecikmə hallarla bağlı problemi həll etmək üçün dərsə vaxtında gəlin qaydasını qoyur. Həmçinin gecikmə halı olduqda cəza tətbiq edəcəyini də bildirir. Şagirdlərin cavablarına əsasən uyğunluğu müəyyən edin. Deməli, biz burada 3 variant görürük. Həmin variantlara uyğun cavablar var. Deməli, biz birinci sualı dərk eləyək tam olaraq. Müəllim dərsə vaxtında gəlin qaydasını qoyur. Amma deyir ki, kim dərsə gec gəlsə cəza verəcəm. Bu zaman situasiyalar var. Şagirdlər burada necə davranacaqlar? Birinci şagird bu mərhələdə olan şəxslər cəmiyyəti bütöv bir şəkildə görərək mühakimə edir. Aha, buradan görürük ki, söhbət Kodberg nəzəriyyəsindən gedir. Kodbergin mənəvi inkişaf nəzəriyyəsinə. İkincisi deyir ki, bu mərhələdə olan şəxslər hadisəyə nizam-intizam cəhətdən baxmaq yerinə sosial ədalətli prinsip ilə yanaşırlar. Üçsə deyir ki, bu mərhələdə olan şəxslər qaydaları dəyişməz və şərtsiz olaraq qəbul edirlər. Qaydaları şərtsiz qəbul edənlər kimlər idi? İtaət və cəzada olanlar. Yəni, bunu eləməsəm sonda cəza olacaq. Nə olur olsun, qaydaları şərtsiz qəbul etməliyəm. Bu hansı mərhələdir? Bəli, bu prekonversionaldır. Sonra gəlir konversional, sonra gəlir postkonversional. Deməli, burada nə olacaq? Mən qaydaya əməl etməliyəm, çünki etmədiyim halda cəzalanacağam. Deməli, 3-də olacaq C. Çünki cəza almamaq üçün qeyri-şərtsiz həmin qaydanı qəbul edir. 3-ə C. Görürük, 3-də C hansı variantdadır? Deməli, 3-də C A variantındadır. Bu mərhələdə olan şəxslər hadisəyə nizam-intizam cəhətdən baxmaq yerinə sosial ədalətlik. Sosial ədalətlik varsa, sosial müqavilə mərhələsidir. Bu da deməli, postkonversionaldır. Deməli, burada şagird ədalət axtaracaq. Deməli, nə olacaq? Müəllimin cəza verməsini, hamıya cəza verməsini düzgün hesab etmirəm. Çünki şagird həqiqətən də üzürlü səbəbdən dərsə gecikə də bilər. Yəni, bu ədalət axtarır ki, ola bilsin ki, dərsə üzürlü səbəbdən gecikib də. Niyə müəllim elə hamıya eyni cəzanı verir? Bir soruşsun, görsün ki, o niyə gecikib dərsə? Deməli, ədalətli hardadır? Ədalət axtarışında olanlar hardaydı? 2-də olacaq, deməli, B variantı.
Bir də bu mərhələdə olan şəxslər cəmiyyəti, bu da konvensional səviyyədir. Cəmiyyəti bütöv görürlər. Məsələn, cəmiyyət tərəfindən qəbul olunma var idi burada. Sosial nizami qorunma vardı. Bu da olacaq. Deməli, müəllim qayda qoyubsa, o hamını əməl etməlidir. Çünki qayda olmasa sinif idarə etmək mümkün olmayacaq. Bütöv cəmiyyət tərəfindən bunu mühakimə edirlər. Burada var idi nizami qorunma. Qayda nədirsə ona əməl etməliyəm. Çünki qayda qanuna riayət eləmiş insanlar olurlar. Deməli, burada olacaq. Bütöv şəkildə görənlər A-nı seçəcək. 2-də ədaləti axtaranlar B-ni seçəcək. 3-də də C-ni seçəcək. 1A, 2B, 3C cavab A variantı. Davam edirik. Yanlış olanı tapın. Hansı fikir yanlışdır? Müəllim davamlı olaraq şagirdlərin şəxsiyyətini önə çəkərək tərifləməsi onların düşüncə tərzinə mənfi təsir edə bilər. Düzdür. Çünki müəllim, məsələn, deyirsə ki, Aygün ağıllı qızdır, hamı Aygün kimi olsun, digər uşaqlara qıcıq yaradacaq və fikirləşəcək. Onda belə çıxır ki, bizim düşünməmizdə hansısa bir problem var, bizim ağlımız yoxdur, belə düşünəcək. Müəllim ümumiyyətlə şagirdin şəxsi keyfiyyətlərinə yox, çəkdiyi zəhmətə, göstərdiyi fəaliyyətə dəyər verməlidir. Ona görə də təbii ki, bu uşağa mənfi təsir eləyə bilər. Bu düzgün variantdır. Məsələn, orada desək ki, müsbət təsir eləyə bilər. Xeyr, bu yanlış olardı. A düzdür. Müəllimin illik planlamanı düzgün aparması onun gündəlik planlamaya heç bir təsiri yoxdur. Niyə təsiri yoxdur? İllik düz olanda gündəlik də düz olmalıdır. Yəni təsiri var. Ona görə burada B variantı yanlışdır. C-yə baxırıq. Müəllim ilin əvvəlində salamlama məktubu ilə şagirdləri qarşılaması onların pozitiv ünsiyyətinə təsir edə bilər. Bəli, müəllim ilin əvvəlində öz şagirdlərini tanımaq üçün onlara salamlama məktubu göndərə bilər. Əziz şagirdlər, mən filankəs və filankəs, sizin tarix müəllimənizəm, mən bu universiteti bitirmişəm, sizi gələn il qarşılamağımız şad olacam. Çox xoşbəxtəm ki, sizin tarix müəlliminiz mən olacam. Ümidvaram ki, keçirdiyimiz illər ərzində tarix sahəsində, tarix ixtisası üzrə bilik və bacarıqlara yiyələnəcəksiniz. Bunun üçün mən əlimdən gələni eləyəcəm. Yəni, belə bir məktub yazıb uşaqlara göndərə bilər. Bu, pozitiv bir münasibət yaradacaq əlbəttə ki. Müəllimin şagird davranışı idarə edə bilməsi, mənfi davranışların müsbətə doğru dəyişə bilməsi ilə mümkündür. Bəli. Əgər davranışı düzgün idarə edə bilirəmsə, şagirdi düzgün istiqamətdən yönləndirə bilərəm. Burada səhv varmı? Xeyr. Müəllim və şagirdlər arasında olan mənfi münasibət introvert şəxsiyyət tipinə aid olan uşaqlara elə də təsirli olmur. Çünki introvertlər özlərinə inamlı olurlar. İçəridə, yəni özündən xoşbəxt olur, özü öz gücünə inanan insanlardır. Onlar üçün müəllimin şəxsiyyəti yox, müəllimin fəaliyyəti önəmlidir. Yəni öyrədə bilməsi önəmlidir. Əgər məsələn ekstravertlərdə deyirik ki, müəllim ekstravert, yəni daha doğrusu ekstravert, yəni cəmiyyətin sözü onlar üçün önəmli olur, özünün fikri yox. Ona görə də müəllimə qarşı istəkləri olmasa onlar dərs oxuya bilmirlər, dərsə cəlb oluna bilmirlər. Amma introvertlərdə elə bir problem yoxdur. Introvert deyir ki, bu mənə lazımdırsa, müəllimin kimliyindən asılı olmayaraq, bu ixtisas mənə lazımdırsa, bu fən mənə lazımdır, mən bunu oxumalıyam. Bəli, bu Y də düzdür, təsirli olmur, əsas öyrənmə istəyidir. Deməli, burada cavab olacaq B variantı, çünki illiklə gündəlik bir-birinə əlaqəlidir. 7-ci sual. Tap görək, nəyə tapaq görək? Müasir dövrdə şagirdlər daha çox dinamiklik və əyaniliyi sevirlər. Bəli, doğrudan da belədir. Görürsünüz, baxın, belə deyək də, müəllim hər hansı bir mətni səsləndirəndə görürsünüz ki, o pasiv dinləyici olurlar, heç dərsə qulaq asmırlar. Amma müəllim oyun şəklində dərsi təşkil edəndə, oyun əsaslı təlimə üstünlük verəndə və yaxud da araşdırma və sorğu əsaslı, layihə əsaslı, problem əsaslı fərqi yoxdur. Şagirdlər necə əyləncəli qoşulurlar dərsə, necə sevərək qoşulurlar. Müəllim bunu bilir. Buna görə də müəllim düşünür ki, dərsi oyun əsasında qursun. Burada oyun əsasını görmək sizi çaşdırmasın. Bu aşağı yaşları düşünməyin ki, müəllim elə dərsi oyunlaşdırır, uşaqların da xoşuna gəlir. Xeyr, burada müəllim qaydanı bilir. Deyilir ki, dərsi belə qursam, şagirdlər də daha yaxşı. Yəni, ümumi qaydadan xüsusi nümunəyə gəlib. Bu hansı olacaq? Təbii ki, formal əməli olacaq. Çünki biz demişdik ki, deduktiv düşüncə tərzi formal əməlidir, induktiv konkret əməlidir. Burada müəllim qaydanı bilir, qaydaya uyğun uşaqlarla davranır. Yəni, orada oyun keçirməkdən getmir söhbət. Dinamiklik, yəni interaktiv təlim metodundan gedir. Oyun keçirdim, səhnələşdirim demir, Sadəcə oyun əsaslı. Bəzən oyunlaşdırılmış da ola bilər təlim modelindən, müasir metodlardır da. Ondan istifadə edir ki, şagirdlər dərsə daha çox cəlb olunsun. Bəli, burada formal əməldir. 8-ci sual.
Sinif kitabxanasında rəfləri və kitabları istifadəyə yararlı və sistemli şəkildə yerləşdirmək üçün şagirdlərdən biri seçilir. Bunu icra edən şagird də hansı zəka növü daha çox inkişaf eləyər? Bir şeyi şagird sistemli eləyirsə, yararlı və yararsız eləyə, bunu ayıra bilirsə ki, bu kitab yararlıdır, bu kitab yararsız, şagird o kitabın içinə bələddir. Yəni artıq şagird düşünür ki, məsələn, şagird içinə bələd deyil, kitabın üstünə yazılıb ki, məsələn, həndəsə aid olan dərslik. Şagird bilir ki, bu uşaqlara yararlıdır. Onu artıq seçir, bir-birindən ayırır ki, bunu bura yığmaq lazımdır. Deməli, şagirdin nə inkişaf eləyib? Artıq şagird analiz eləmək qabiliyyəti var. Yararlıdır, yararsızdır. Uyğundur, uyğun deyil. Uyğunluq və uyğunsuzluğu bir-birinə ayırırsa, deməli, şagirdin məntiqi inkişaf eləyib ki, onları bir-birindən ayıra bilir. Deməli, şagird nədir? Məntiqi, riyazi, intellekt növünə malikdir. 9-cu sual. Müəllim kimya dərsinə şagirdlərə biliyin möhkəmləndirilməsinə xidmət edən test tapşırıqları təqdim edir. Şagirdlərə bildirir ki, testi həll edərkən Mendeleyev cədvəli ilə bağlı unutduğu məqamlar olduqca divardan asılmış əyani vəsaitlərdən istifadə edə bilər. Burada, baxın, testi verirsə, təbii ki, Mendeleyev cədvəlini hamımız bilirik də, orada elementlər var. Kimyəvi elementlər var. Yəni, orada sadəcə element var. Onun baxa bilər. Yəni, o testi həll eləmək üçün orada testin cavabı yoxdur. Sadəcə müəllim bir istiqamət verir ki, uşaqlar, çətinlik çəksəniz, bax, qıraqdan olan Mendeleyev, mən elə gəlir ki, kimya müəllimlərinin çoxu bunu eləyib. Ki, uşaqlar, hansı element yadınızdan çıxsa, baxa bilərsiniz. Orada hazır bir şey yoxdur. Orada yerləşdirilməyib testin cavabları. Ki, müəllim şagirdləri əzbərçiliyə öyrədir. Yox. Sadəcə olaraq çətinlik çəkəndə bir başını çevirib baxacaq. Bəs salam, müəllim nə edir orada? Uşağa istiqamət verir. Ki, çətinlik olsa baxa bilsin. Yəni, burada məsələn, Ada deyir ki, müəllimin strategiyası yanlışdır. Çünki bu biliyi şagirdə hazır şəkildə ötürmür axı. Orada müəllim testin cavablarını işləyib lövhədən, qıraqdan asmayıb ki, uşaqlar, başınızı çevirin, testin cavabına baxın. Belə bir şey yoxdur. Sadəcə deyir ki, hansısa elementə baxa bilərsin. Deməli, müəllim nə edir? Düzgün şagirdə istiqamət verir. Ona görə də burada ən uyğun variant nədir? Müəllimin strategiyası doğrudur. Çünki müəllim yaxın inkişaf zonası olan şagirdlərə scaffolding strategiyasına aid istiqamət verir. Nəhayət 10-cu sual. Müəllim dərs ilinin əvvəlində şagirdlərin mövcud biliklərini müəyyənləşdirmək və şagirdlər haqqında məlumat əldə etmək üçün diaqnostik qiymətləndirmə keçirilir. Bu qiymətləndirmə nəticələrə əsasən müəllim dərsdə fərqli fəaliyyətlər və tapşırıqlar hazırlayır. Verilmiş situasiyada müəllimin fəaliyyəti ilə bağlı hansı fikir doğrudur? Diaqnostik qiymətləndirmə keçirilir. Nə vaxt keçirilir? İlin əvvəlində, hər bölmənin əvvəlində, tədris ilinin əvvəlində, şagird sinifi dəyişəndə və s. Niyə keçiririk? Müəllim işini düzgün planlaşdırır, effektiv, yəni planlaşdırma aparır, çevik dəyişikliklər eləyə bilir planlaşmasında, şagirdini tanıyır, onun psixoloji vəziyyətini, ailə vəziyyətini, sonra davranış pozuntusu varsa bunu müəyyən edir müşahidə nəticəsində. Daha sonra diaqnostik qiymətləndirmə bizə nə verir? Tədrisi diferensiallaşdırır, fərdiləşdirir, müəllimə hardan başlamalı olduğuna dair istiqamət verir. Bu belə, bu haqda bildik. Deməli, ilkin qiymətləndirmədir və barometr rolunu oynayır. İlkindir, bax, bunu xüsusi vurğuluram. İndi niyə deyəcəm, onu baxaq. Müəllim dərsdə bərabərliyi təmin etmək üçün bütün şagirdlərə eyni tapşırığı vermək bərabərlik demək deyil. Bütün şagirdlərə müxtəlif tapşırıq versəydi bərabərliyi təmin etmiş olardı. Çünki şagirdlərin hamısının səviyyəsi eyni deyil ki, eyni tapşırıq verək. Müxtəlifdir də. Biri zəif oxuyur, biri güclü oxuyur, biri biraz zəif oxuyur, biri biraz güclü oxuyur. Ona görə də burada eyni sözü A variantını pozur. Müəllim fəaliyyətinə bu yanaşmanı sərgiləməklə şagirdlər metakognitiv bacarıqlarını inkişaf elətdirir. Müəllim metakognitiv bacarıqlarını inkişaf elətdirmir, şagirdini tanıyır. Metakognitiv bacarıqlar olardı ki, şagird özünü qiymətləndirmə aparardısa. Burada müəllim bilir ki, şagirdin güclü və zəif tərəfləri hansıdır. Birinci növbədə bunu müəllim təyin edir. Çünki ilkin olaraq hələ bunu indi aparır qiymətləndirməni. B variantı olmaz. Müəllimin yanaşması şagirdlərdə fəaliyyətin stimullaşdırmasına müsbət təsirdir. Fəaliyyəti stimullaşdırmaq üçün bir fəaliyyət olmalıdır. Amma diaqnostik qiymətləndirmə hələ indi keçirilir. Heç bir fəaliyyət yoxdur. Hələ fəaliyyət bundan sonra olacaq. Gərək bir fəaliyyət olsun ki, mən onu stimullaşdırım da, düzdür? Burada fəaliyyətin stimullaşdırılması getməz. Müəllimin şagirdlərin nəticələrini siniflə ümumi müzakirə etmək şagirdlərin akademik irəliləyişini təmin edə bilər. Ümumi müzakirə ilə qiymətləndirmək şagirdlərin akademik irəliləyişini təmin etməyəcək, əksinə onları zəiflədəcək. Çünki elə uşaq var ki, istəmir ki, qiyməti ümumi şəkildə səslənsin. Utana bilər, çəkinə bilər, zəif nəticə göstərə bilər. Ümumi müzakirə ümumiyyətlə irəliləyişi təmin etmir. Uğurlu belə deyək, yanaşma deyil.
Çünki elə bir uşaq var ki, istəmir ki, nəticəsi hamı tərəfindən elan olunsun. Burada ən uyğun variant C variantıdır. Niyə? Çünki müəllim dəstəkləyici mühiti formalaşdırır. Artıq dəstəkləyici mühit işi görməmişdən qabaqdır. Dəstək verirəm ki, uşaqları inkişaf elətdirim. Amma stimullaşdırma fəaliyyətdən sonrakıdır. Deməli, bir işi görməmişdən qabaq apardığım iş dəstəkləyici mühit. Zəif güclü tərəflərini bilirəm, o istiqamətdə uşaqları inkişaf elətdirməyə başlayıram. Fəaliyyət isə belə deyək də bir iş olmalıdır. Məsələn, formativ qiymətləndirmə fəaliyyətin stimullaşdırılması götürə bilirik. Çünki orada hər gün aparılır və fəaliyyəti izləməyə imkan verir. Amma diaqnostikdə bu yoxdur. Çünki diaqnostik hələ ilkin qiymətləndirmədir. Ona görə burada ən uyğun variant C variantıdır. Bu qədər müəllimlər, ümid edirəm ki, müəyyən biz burada nailiyyət əldə elədik, daha doğrusu informasiya qəbul elədik. Hər hansı bir bilikləriniz yenidən təkrarlandı, nəyisə öyrəndiniz, nəyisə aydın deyildisə, aydınlıq gəldi. Təbii ki, bu izahların davamı olacaq. Dediyim kimi imtahan gününə qədər. Təşəkkür edirəm ki, dinlədiniz. Əgər sizə uyğundursa, xoşunuza gəlirsə, davamlı olmasını istəyirsinizsə, şərhlərdə qeyd edə bilərsiniz ki, hansı mövzu ilə bağlı test salım sınaqlara, bunu da bildirə bilərsiniz. Və yaxud da, belə deyim də, qaranlıq məqamlar hardadırsa, onunla bağlı yenə də suallar ola bilər, çətinlik çəkdiyiniz məqamlarla bağlı. Yəni, fikirləriniz mənim üçün önəmlidir, hər birinizin fikri. Təşəkkür edirəm ki, dinlədiniz.